kepestv.az. Hər yerdə sizinlə. Axşamınız xeyir. İdman xəttinə baxırsınız. Studiyada Fariz Ərzadədir. Dekabrın 11-də Milli Olimpiya Komitəsinin inzibati binasında Avropa Olimpiya oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda Gənclər və İdman Naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib. Azad Rəhimov Avropa Olimpiya oyunlarının proqramında ümumilikdə 19 idman növünün olmasının istisna edilmədiyini deyib. Hələlik idmanın 13 növü handbol, voleybol, regbi, boks, judo, taekwondo, triatlon, atçılıq, badminton, kamandan ox atma, qılınc oynatma, kanoe və stolüstü tenis üzrə yarışların keçiriləcəyi dəqiqləşib. Güləş, su idman növləri, gimnastika və atletikanın proqrama salınması da mümkündür. Daha 2 növün qeyri-olimpiya növü üzrə olması nəzərdə tutulub. Bunlar arasında karate, idman rəqsləri və ya şahmatın yer alacağı gözlənilir. Bütün növlərin sayına və tərkibinə 2013-cü ilin martın sonlarına dək aydınlıq gəlməlidir. Rəhimov Avropa oyunlarına dək yeni idman qurğusu tikilməyəcəyini və hazırda mövcud olan idman və çox funksiyalı qurğulardan istifadə edilə biləcəyini vurğulayıb. Avropa oyunlarının əhəmiyyətinə toxunan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, bu tədbirin Azərbaycana həvalə olunması gələcəkdə yay olimpiya oyunlarının da Bakıda təşkili üçün gözəl zəmin yaradıb. Oyunların konkret tarixinin hələ dəqiqləşmədiyini söyləyən Milli Olimpiya Komitəsinin rəsmisi artıq indidən tədbirin 2015-ci il iyunun ikinci yarısında baş tutacağının dəqiq olduğunu açıqlayıb. Mətbuat konfransında 2015-ci il Avropa oyunlarında iştirak üçün Azərbaycana gələcək idmançılarının sayının müəyyənləşdiyi qeyd olunub. Avropa Olimpiya Komitəsi 7000 idmançı təklif etsə də Azərbaycan tərəfi buna razı deyil və bu rəqəmin 4000-4200 təşkil etməsini istəyir. Yarışların təşkilindən çəkilən xərclərə gəldikdə bu məbləğin çox da yüksək olmayacağı vurğulanıb. Bütün sponsorlardan gəlirlər isə ölkəmizə çatacaq. Eyni zamanda brendlər və bilet satışı hüququ da Azərbaycana verilib. Bu maddələr üzrə ən azı 100 milyon avro vəsait büdcəmizə daxil olmalıdır. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya oyunlarının video çarxı da artıq təqdim olunub. İngilis dilində hazırlanan video çarxda Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizdə idmana göstərilən qayğı və idmançılarımızın uğurları haqqında məlumat verilir. Bakıda aparılan böyük tikinti quruculuq işləri də bəhs olunan video çarxda Azərbaycanın keçmişlə gələcəyin vəhdətini təşkil etməsi isə xüsusi qeyd olunur. Dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin iclasında Azərbaycanın qitənin ilk oyunlarını keçirməyə haqq qazanması ölkəmizdə eləcə də bütün dünyada böyük əks-səda doğurub. Hətta son 10 gündə bu xəbəri yalnız internet vasitəsilə 400 milyon insan izləyib. Səhərdən axşamadək davam edən yubiley tədbirlərinə qatılan Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycan Olimpiya hərəkatının uğurlarını əks etdirən fotosetlərlə tanış olub. Güləş, boks, judo, taekwondo, qol güləşi, gimnastika və zorxana kimi idman növlərində idmançıların nümunəvi çıxışlarını izləyib. Azad Rəhimov Azərbaycanın indiyədək iştirak etdiyi Olimpiya oyunlarında böyük uğurlara imza attığını deyib və gələcəkdə bu uğurların davam edəcəyini bildirib. Olimpiya Komitəsi uzun illərdir ki, 97-ci ildə yeganə bir Olimpiya Komitəsinin bir gözəl bir prezidenti Cənab İlham Əliyev ölkə prezidentidir və onun apardığı iş, onun apardığı Olimpiya hərəkatında işlər hamısı da bizi xalqı sevindirir və biz belə düşünürük ki, ondan sonra da böyük nailiyyətlər, böyük uğurlar olacaq bizdən. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə idmançılarımızın bu il London Olimpiyadasında qazandıqları uğurları 20 illik yubiley üçün ən böyük hədiyyə hesab etdiyini deyib. Məhz Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyi ərəfəsində bizim olimpiyaçılarımız Azərbaycan xalqına böyük hədiyyə elədilər. Londonda 10 medal qazanıldı. 2 qızıl medal, 2 gümüş medal, 6 bürünc medal. Və mən belə düşünürəm ki, bu göstəricilər Milli Olimpiya Komitəsinin prezidentindən tutmuş, Cənab İlham Əliyevindən tutmuş, hər bir olimpiyaçının Azərbaycan xalqına verdiyi töhfələrdir. Paytaxt sakinləri isə tədbir zamanı televiziya vasitəsilə izləməyə alışdıqları idmançıları yaxından görmə imkanı qazanıblar. Fürsətdən istifadə edib şəkil çəkdirənlər də olub.
Ötən 20 il Azərbaycanın olimpiya tarixinə qızıl hərflərlə yazıldı. Bu illər ərzində idmançılarımız qatıldıqları bütün beynəlxalq turnirlərdən, olimpiyadalardan ölkəmizə medallarla qayıtmağı bacardılar. Bayrağımız dalğalandırıldı, himnimiz səsləndirildi. Avropa Olimpiya oyunlarının ölkəmizə həvalə olunması, eləcə də bu ilin idman yekunlarının təhlili ilə əlaqədar studiyamıza qonaq dəvət etmişik. Qonağımız Təhsil Respublika İdman Mərkəzinin direktoru Xəyal Hacıyevdir. Xəyal müəllim, xoş gəlmisiniz. Sağ olun. Xəyal müəllim, Avropa Olimpiya oyunlarının ölkəmizə keçirilməsinə necə baxırsınız? İlk öncə mən Təhsil Respublika İdman Mərkəzinin kollektiv adından Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev cənablara təşəkkür edirik ki, məhz onun səbəbkarı olaraq bunu təşkil etdi. Buna çox gözəl baxırıq. Əslində bunun Azərbaycanda olmağı, Azərbaycanın Avropa dünya idmançılar arasında, idman ölkələri arasında ilk öndə olmağını təsdiqləyicisidir. Sizcə bu Olimpiya oyunlarının Azərbaycana keçməsi Azərbaycan idmançılarına nə kimi töhfə verəcək? Siz inanın, adicə bizim məktəbdə daxili birinciliyimiz olur, şəhər birincilikləri olur. O yarışlar bitdikdən sonra tələbə və şagirdlərin sayı 1-ə 5 artır. İndi siz baxın, bu Avropa Olimpiyadasının ilk Azərbaycanda keçirilməyi Azərbaycandan ötəri həm idman baxımından, həm kütləvilik baxımından, həm dövlətimizdə gedən idman inkişafı baxımından, yeni stadionların tikilməyi baxımından çox böyük faydası olacaq. Artıq 2012-ci il başa çatır və idman ili də qeyd etdiyimiz kimi bu idman ili Azərbaycan üçün necə keçdi? Uğurlu saymaq olarmı? Bəli, bildiyiniz kimi 16 yanvar 2012-ci ildə məhz cənab prezidentimiz sərəncam imzaladı. Həmin sərəncama uyğun olaraq da Azərbaycanın hər bir rayon və şəhərində hər bir məktəb və idmançılar özündə bir məsuliyyət hiss etdi. Biz hətta həmin yanvar ayının sonunda iclas keçdi və məsuliyyətimizin 1-ə 10 artmağını orada elan elədik və məşqçi və müəllimlər qarşısında tələblər qoyduq. Onun uğuru olaraq da bir sırada nailiyyətlərimiz oldu, bir sıra yeniliklərimiz oldu. Bu çox gözəl oldu. Həm idmançılardan ötəri, həm də Azərbaycanımızdan ötəri. İstərdim rəhbərlik etdiyiniz idman ocağı haqda söhbət açım. Cari il mərkəz üçün necə keçdi? 2012-ci, 2013-cü il bizim yeni tədris ili artıq başlayıbdır. 2012-ci ildən biz əgər danışırıqsa da, ilin əvvəlindən biz uğurla başladıq. Məhz bildiyiniz kimi 4 Avropa çempionu verdik. Bir çox Respublika çempionları, bir çox komandalarımız, oğlan, qız komandaları istəri çempionluqlar verdik. Ən böyüyü də oldu ki, yay olimpiya oyunlarında biz yığma komandamızı təmsil edən Toğrul Əsgərov olimpiya çempionu oldu. Bizdən ötəri demək olar ki, çox böyük uğurla başladı. Mən qeyd etmək istəyərəm ki, Təhsil Respublika İdman Mərkəzinin belə deyək, tək Toğrul Əsgərovdan yox da bir neçə idmançılar da var, hansı ki, gələcəkdə ümidlə baxmaq olar. Bunlardan biri Qalib Əliyev, İlkin Babazadə. Bunlar haqqında nə deyə bilərsiniz? Onlar haqqında onu demək olar ki, növbəti olimpiyadaya, oradan da biz onların namizədliyini görürük. Lisenziya qazanmaqlarına çox inanırıq. Onlara əlavə eləmək olar Bakustan Elvin İsayevi. Bir çox idmançılarımız var ki, bunlardan məhz biz gözləyirik. Növbəti olimpiyadaya lisenziya alıb və Azərbaycanımızı təmsil eləsinlər. Ümumiyyətlə, mərkəzin fəaliyyəti ilə bağlı məlumat verərdiniz. Neçə bölmə var, neçə idmançı məşğul olur hal-hazırda? Bildiyiniz kimi Təhsil Respublika İdman Mərkəzi məhz 1980-ci ildən Ulu Öndər tərəfindən açılış olmuşdur. 13 idman növü fəaliyyət göstərir. Onlardan demək olar ki, ən qabaqcıl idman növlərindən sərbəst güləşi, Yunan-Roma güləşini, futbol bölmənzi, basketbol bölmənzi qabaqda demək olar. 2012-ci ildə bizim idmançılar, bizim nailiyyətlərimizə gəldikdə 63 idman növündən biz tədbirlər keçirmişik. Onlardan xüsusi qeyd eləmək istəyirəm. Nizami Gəncənin 870 illiyi ilə bağlı 13 idman növümüzdən yarışlar keçirildi və Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş, 89 ilinə həsr edilmiş 13 idman növündən yenə turnirlər keçirildi. Belə deyək, ayrı-ayrı idman növlərinə toxunaq, basketbol növünə konkret olaraq 2012-ci ildə sizin məktəbin idmançıları bütün respublika məktəbləri sırasında birinci yerdə gedir. Həm qız, həm də oğlan komandaları arasında. Bəs başqa idman növlərində necə, belə uğurlar varmı? Misal çəkmək olar Yunan-Roma idman növünü. Bildiyiniz kimi 8-ci respublika oyunlarını 2012-ci ildə artıq bunlar komanda üzrə
məktəbimiz birinci yer tutdu. Futboldan qızlar komandamızı, oğlanlar komandamızı hal-hazırda Futbol Federasiyasının keçdiyi yarışda 7 komandanın təmsil oluruq. Onların 4-ü qrupa liderlik edir. Bir çox idman növlərini demək olar ki, ağır atletikada var, başqa idman, fərdi idman növü var, ümumi idman növləri var. Onlardan bir çoxunu biz burada qeyd edə bilərik. Ötən illərlə müqayisədə bu il və keçən il, 2010-cu il, 2011-ci illər medal sayına görə 2012-ci il fərqləndimi? Bəli, çox böyük fərqləndi. Yenə də biz başlayaq Olimpiya çempionu, 7 Avropa çempionu. Ümumiyyətlə medal sayına görə ötən illərlə müqayisədə? Medal saylarına görə adi biz götürsək, hələm dərəcə baxımından baxsaq, ikinci çürü dərəcəli idmançılar keçən il bizdə əgər sayı 300 ütsə də bu il artıq 330-dur. Birinci dərəcəli idmançılar 200 ütsə də bu il artıq 280-dir. 128 Respublika turnirlərindən, Respublika birincilərindən, Respublika çempionatlarından birinci yerlərimiz var. 87 ikinci yerimiz var. 68 üçüncü yerlərimiz var. Bəli, çox böyük fərq olaraq artıq 2010-cu illə 2011-ci ilin arasında böyük irəliləyiş var. Qarşıdakı məqsədləriniz nədir? 2013-cü ilə hər hansısa bir məqsədləriniz varmı? Qarşıda duran bizim ən böyük vəzifəmiz məhz əgər Avropa Olimpiya oyunları Azərbaycanda keçiriləcəksə də bizim Gəncəmiz burada yüksək səviyyədə iştirak eləməyini, bizim məktəbin şagird və tələbələrin yüksək səviyyədə iştirak eləməyindən ötürü biz çox ciddi hazırlaşacağıq və qarşıda Dünya Olimpiyadasını keçirməyinə ciddi hazırlıq gedir. O cümlədən məktəbimizdə bütün idman növləri üzrə biz artıq idmanlara, bölmələrin hamısına təkanlar vermişik. Avropa və Olimpiyada ciddi hazırlıqlar gedir. Onu da qeyd etmək istəyərdim ki, Azərbaycan ev sahibi olduğundan digər ölkələrlə müqayisədə bir çox idmançılarla iştirak edə biləcək və bu da Gəncənin payına belə deyək də daha çox idmançı düşür. Ona görə də sizin vəzifəniz, mən belə başa düşdüm ki, daha çox artacaq. İdman növləri hələ məlum deyil, neçə idman növündən olacaq. O məlum olandan sonra artıq doğrudan da bizim əgər vətənimizdə keçirilirsə də, öz doğma vətənimizdə keçiriləndə idmançının belə bir psixologiyası var. Öz vətənində, öz şəhərində həvvar ruhiyyəli olur. Qələbələrin sayı artır, idmançının öz xalqını öz arxasına söykənərək ringdə və yaxud döşək üstündə qələbə qazanmağı çox asan olur. Ona görə biz çox ciddi şəkildə hazırlaşırıq. İnşallah da yüksək səviyyədə təmsil edəcəyik. Uğurlar sizə bu yarışda. Çox sağ olun. Çox sağ olun Xəlil müəllim, gəlib studiyamıza suallarımızı cavablandırdınız. Çox sağ olun. Xatırladaq ki, studiyamızın qonağı Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru Xəyal Hacıyev. Məşhur Qalatasaray klubunun yay təlim məşq toplantısı çərçivəsində Bakıya gələ bilər. Bu barədə klubun Bakıdakı səfərdə olan vitse-prezidenti Əbdülrəhman Albayraq açıqlama verib. O bildirib ki, Azərbaycan klubu ilə yoldaşlıq görüşünün təşkil olunması planlaşdırılır. Qalatasaray Bakıda, Türkiyənin, Türk və müsəlman dünyasının ən titullu klubu nəhayət çoxsaylı azərkeşlərinin olduğu Azərbaycana da qənaq gətirə bilər. Cimbom azərkeşlərini sevindirəcək xəbəri klubun Bakıda səfərdə olan vitse-prezident Əbdülrahim Əlbayraq açıqlayır. Biz de arzuluyoruz buraya gelmek. Hem de çok istiyoruz. Biz Azerbaycan'ı kendi canımız, kendi kanımız gibi seviyoruz. Çok sevdiğimiz, çok önem verdiğimiz bir ülke Azerbaycan. Zaten bu kadar sevmesek, bu kadar gitmesek şu anda Bakü'de de olmazdık. Biz Azerbaycan'a muhakkak geleceğiz. Gelmek de istiyoruz. İnşallah bir kamp döneminde buraya Azerbaycan'a Bakü'ye geliriz. Hem burada bir hazırlık maçı yaparız. Hem de burada sizlerle beraber hasret gideriz. Klubun gələcək planlarından da danışan Əbdülrahim Əlbayraq əsas məqsədlərinin yaxın illərdə Çempionlar Liqasının qalibi olmaq olduğunu, bu pilləyə isə mərhələ-mərhələ yaxınlaşacaqlarını deyir. Çünki artıq Qalatasaray digər titullara sahibdir və klubun muzeyində UEFA və Super Kubok var. Haydi oğlum! Taraftarın Çimbomu, Türkiye'nin gururu, taraftarın Çimbomu. Bundan başqa klub rəhbərliyi dünyada brend kimi tanınan Qalatasaray adından da gəlir əldə etmək. Klubu iqtisadi gücünə və uğurlarına görə dünyanın ən böyük 10 komandası sırasına çıxarmaq niyyətindədir. Şampiyonlar Ligi'nde Avrupa'nın en iyi 16 takımından bir tanesiyiz arkadaşlar.
İnşallah başka takımlarımız da katılır. Çünkü Almanya bu 16 takım içerisinde uç takımların Avrupa'da yer alıyor. Türkiye sadece Galatasaray'la temsil ediliyor. İnşallah Türk takımları ne kadar başarılı olursa o zaman Avrupa'da biz de Şampiyonlar Ligi'ne inşallah 2 takımdan 3 takımdan katılma şansı yakalarız. Qeyd edək ki, beynəlxalq miqyasda Türkiyə kuboklar qazandıran tək klub olan Sarı Qırmızılar 18 ölkə çempionluğu, 14 ölkə kuboku və 11 ölkə super kuboku daxil olmaqla 44 dəfə daxili yarışların qalibi olub və bu sahədə böyük fərqlə liderdir. Elnur Şübbiyev, Çingiz Gəliyev, Bakı. Dekabrın 12-sində Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının növbəti konqresi keçirilib. Dünyanın 88 ölkəsindən 200-dən çox nümayəndəsinin qatıldığı konqresdə federasiyanın nizamnamə müzakirə olunub. Qaydalara bəzi əlavə və dəyişikliklər edilib. Hazırki konqresin Bakıda keçirilməsi haqqında qərar Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin Guatemalanın Antigua şəhərində keçirilən toplantısına qəbul olunub. Bakıda uşaq və yeniyetmələr arasında Uşu Sandı üzrə Avropa çempionatı keçirilib. Turnirdə uğurla iştirak edən gənc idmançıları şəhərimizə 13 medalla dönüblər. Birinciliyə Azərbaycan Döyüş Federasiyaları Asosiasiyasının Qərb filialının sədri İlqar Aliyevin rəhbərliyi altında 13 idmançı ilə yolanan Gəncə şəhər yığma komandası 5 qızıl, 4 gümüş və eyni sayda bürünc medal qazanıb. Şağan Olimpiya İdman kompleksində düzenlənən yarışlarda 1997-98, 1999-2000 və 2001-2002-ci il təvəllüdlü idmançılar qalib adı uğrunda mübarizə aparıb. 1997-98-ci il təvəllüdlü yeniyetmələrin birinciliyində Elvin Məmmədov 48 kg çəkidə qarşısına çıxan bütün rəqiblərini məğlub edərək çempion adını qazanıb. 4 döyüş keçirdim. Birinci rəqibim Quba idmançısı oldu, onu məğlub etdim. İkinci rəqibim İmişli idmançısı oldu, onu da məğlub etdim. Üçüncü rəqibim Qartal Bakı idmançısı idi, Qartal Qubur və mən onu da məğlub etdim və birinci yerə layiq görüldüm. Digər yaş qruplarında vuruşan 30 kg-da Rəşad Rəhimov, 44-də Qərib Qurbanov, 44 kg üstəgəldə Məhəmməd Əli Nəsibov, 54-də Ağa Məmmədov Qızıl, 27 kg-da İsimxan İbrahimov, 36-da Emin Babayev, 44 kg-da Arzu Əliyev və 51 kg çəkidə İlxan Əliyev Gümüş, 30 kg-da Elgün Aliyev, 33-də Hüseyin Əskərovla Fuad Qəmbərov və nəhayət 48 kg-da Amin Ələkbərov bürünc mükafata sahib oldular. Mən ilk dəfə idi bu Azərbaycan çempionatında iştirak edirdim. Bu yarış çox çətin keçdi. Mən buna baxmayaraq birinci yerə layiq görüldüm. Mən ilk dəfə Azərbaycan çempionatına çıxırdım və orada baxmayaraq mənim rəqiblərim çox yekə idi, onları utdum və mən qalib gəldim. Birinci rəqibim Qartal idmançısı idi. Onu məğlub etdim, lakin onu məğlub etdikdə əlim zədalı oldu. Yarım finalda tək əllə vuruşmaq məcburiyyətində qaldım, lakin yarım finalda qalib gəldim. Sonra final döyüşünə çıxdım. Final döyüşündə Ağcabədi idmançısı idi. Bundan qabaq həmin idmançını məğlub etmişdim. Lakin 1.50 vuruşduğuma görə o idmançı məni xal fərqi ilə utdu və o Azərbaycan çempionu, mən isə Azərbaycan ikincisi oldu. Yarışın birinci rəqibim çempion klubu idmançısı oldu. Onu məğlub edərək polfinala yüksəldim. Polfinaldakı rəqibim isə Xaçmaz idmançısı oldu. Onu da vaxtından əvvəl məğlub edərək yarım finala yüksəldim. Mənim yarım finaldakı rəqibim Quba idmançısı idi. Onu da məğlub etdim, finala yüksəldim. Finaldakını da Bakının Qartal idmançısı idi. Onu da məğlub edərək birinci yerə layiq görüldü. Yetirmələrinin çıxışından razı qalan əməkdar məşqçi İlqar Aliyev bundan sonra da Nizami yurduna iştirak edəcəkləri yarışlardan uğurla qayıdacaqlarına inandığını dilə gətirib. Keçən il demək bu yaş qrupunda Gəncə komandası 2 çempion vermişdisə, bu il 5 çempionla nəticəsini daha da yaxşılaşdırmışdı. Yarışa çox ciddi hazırlaşmışdıq. İnşallah bu bizim qalib idmançıları mart ayında Rumuniyada keçiriləcək ilk dəfə uşaq yeniyetmələr arasında Avropa çempionatı gözləyir. İnanırıq ki, bizim Gəncə yetirmələrimiz oradan da yüksək nəticələrlə vətənimizə dönəcəklər. Qeyd edək ki, Gəncə döyüşçüləri ümumkomanda hesabında medal sayına görə birinci yerə layiq görülüb. Dekabrın 11-də Azərbaycanın qadın voleybolçulardan ibarət Rabitə klubu Çempionlar Liqasının 2012-2013-cü il mövsümündə 6-cı oyununa çıxıb. Komandamız qrup mərhələsi çərçivəsində son maçını doğma meydanda Çexiya klubuna qarşı keçirib. Təmsilçimizin bu dəfəki rəqibi Agil olub.
Komandamız səfərdə üstün olduğu bu klubu doğma meydanda da məğlub etməyi bacarıb. 3-0. Setlərin hesabına gəldikdə Çexlərin müqaviməti ilə rastlaşmayan rabitəçilər ilk partiyada 25-17 hesabı ilə qələbə qazanıblar. İkinci hissədə Agil oyunda dönüş yaratmağa çalışsa da, sonda 2 xal fərqlə məğlub olublar. Üçüncü set isə qarşılaşmada həlledici olub. Belə ki, qonaqları bütün kompaniyyətlərdə qabaqlayan son ölkə çempionu 10 top fərqi ilə uğura sevinib. Yekun nəticədə təmsilçimiz play-offa vəsiqəni qrup qalibi kimi rəsmiləşdirib. Qeyd edək ki, rabitə keçirdiyi 6 oyunda 18 xal toplayıb. Dekabrın 12-sində isə Azərbaycan klubu növbəti oyununu keçirib. Təmsilçimiz qrup mərhələsi çərçivəsində səfərdə Almaniya Drezneri ilə qarşılaşıb. Azərbaycan doğma meydanda məğlub etdiyi Alman klubuna səfərdə də qalib gəlməyə çalışıb. Amma təəssüf ki, voleybolçularımız bunu bacarmayıblar. Oyuna daha istəkli başlayan ev sahibləri ilk seti 26-24 hesabı ilə çətinliklə qazanıb. İkinci partiyada da 25-23 hesabı ilə qalib gələn almanlar sonradan arxayınlaşıblar. Bundan istifadə edən Azərbaycan 3-cü hissəni 10 top fərqlə 15-25 aktivinə yazdırıb. Sonuncu setdə voleybolçularımız çox güc sərf etsələr də məğlubiyyətdən yaxa qurtara bilməyiblər. 25-22. 3-1 hesabı ilə uduzduğumuz qarşılaşmanın bombardiri Megan Hodge olub. Amerikalı legionerimiz 23 xal toplayıb. Alessandro Ciappini'nin digər yetirmələrinə gəlincə Manon Flier 19, Karolina Vensiklə Debbie Stam hərəyə 8, Tina Lipiter 7, Sara Anzanella 5, Anna Qırbaç 4 və Milena Radeçka 1 xala sevinib. Məğlubiyyətə baxmayaraq dəmiryolçular mərhələ adlamağı bacarıb. Belə ki, qrup lideri olan Türkiyə klubu Əczaçıbaşı Tauronu məğlub edib. Bununla da türklərə uduzan Polşalılar 6 xalla qrupun 3-cü pilləsində qərarlaşıb və Azərbaycan play-offa vəsiqə qazanıb. Qeyd edək ki, Dresnerlə oyun həm də komandamız üçün əlamətdar hadisə ilə yadda qalıb. Paytaxt klubu almanlarla oyunda Avrokuboklarda yubiley 100-cü görüşünə çıxıb və bununla da ilk Azərbaycan komandası kimi tarixə düşüb. Paytaxt klubunun Avrokuboklarda keçirdiyi qarşılaşmaların böyük hissəsi Çempionlar Liqasına təsadüf edib. Azərbaycan bundan başqa qitə miqyaslı daha 3 turnirin iştirakçısı olub. Bunlardan top komandalar kuboku və challenge kapı qazanan dəmiryolçular Çempionlar Liqasının dördlər finalında da oynayıb. Çempionlar Liqasında daha bir Azərbaycan klubu olan Lokomotiv qrup mərhələsində Serbiyanın Crvena Zvezda klubu ilə qarşılaşıb. Voleybol mərkəzində baş tutan oyunda komandamız gözlənilən 3 xal qazanıb. Lokomotiv heç bir setdə rəqibinə şans verməyib. Komandamız ilk setdə Serbiya çempionunu 4 top fərqi ilə məğlubiyyətə uğradıb. 25-21. Sonraki partiyalarda dəmiryolçular rəqibi bütün göstəricilərdə üstələrək səviyyə fərqini ortaya qoyub. Komandamız ikinci hissəni 12 top irəlidə bitirib. 25-13. Sonuncu setdə də komandamız güclü olub. Bu dəfə 25-17 hesabı ilə qalib gələn Lokomotiv Çempionlar Liqasında debüt ilində qrup mərhələsini lider kimi başa vurub. Onlar 6 oyundan 5-də rəqiblərindən üstün olublar. Qrup oyunlarından sonra dekabrın 13-də qadın voleybolçular arasında Çempionlar Liqasının play-off mərhələsinin püşkü atılıb. Lüksemburqda baş tutan mərasimdə Azərbaycanın Rabitə, Lokomotiv və Azərbaycan klublarının da 16-1 final mərhələsinin rəqibləri müəyyənləşib. Püşk Azərbaycan çempionuna Fransanın Kan klubunu qismət edib. Bir qrupunda ikinci yeri tutan rəqiblə ilk oyunumuz evdə cavab maçı səfərdə olacaq. Lokomotiv və Azərbaycan bir-birinə rəqib oldular. Qeyd edək ki, Galatasaray 4-1 finalına ev sahibliyi edəcəyindən play-offdan azaddır. Azərbaycan Gimnastika Federasiyası ilk dəfə 3 növ idman gimnastikası, akrobatika və tramblin üzrə yarış keçirəcək. Birincilik dekabrın 22-23-də baş tutacaq. 2012-ci ilə yekun vuracaq turnirdə rekord sayda, yəni 117 gimnast iştirak edəcək. Bu barədə Federasiyanın cümə axşamı yaydığı xəbərdə deyilir. İdmançılar paytaxtın 5 idman cəmiyyəti, Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayonun İdman Məktəbi, Neftçi və Təhsil Cəmiyyətləri, həmçinin Sumqayıt və Balakəni təmsil edəcəklər. Yarışın ilk günündə təsnifat çıxışları, akrobatlar və tullananlar, ikinci günü onların çoxnövçülük üzrə final yarışları olacaq. Çempion gimnastlar hər iki yarış günündə elan ediləcək. Azərbaycan Gimnastika Federasiyası artıq müxtəlif meydanlarda yarışların keçirilməsi təcrübəsinə malikdir. Turnirlərdən bəziləri Qusar və Şağan Olimpiya İdman komplekslərində uğurla keçirilib. İdman xəttindən bu həftəlik bu qədər. Sağ olun, salamat qalın.